بسم الله الرحمن الرحيم ما ننسخ من آية أو ننسها نأتي بخير منها أو مثلها. السلام عليك يا داعي الله ورباني آياته. السلام عليك يا باب الله وديان دينه. السلام عليك يا خليفة الله وناصر حقه. السلام عليك يا حجة الله ودليل إرادته. السلام عليك أيها المقدم المأمول. السلام عليك بجوامع السلام. السلام عليك ya Mevla ya sahibə zaman. Söhbətimin əvvəlində inqilabın ali rəhbəri Əziz və Dahi Xameneyinin ürək yandıran şəhadəti münasibətilə Sərvərim Əcəlallah Teala Fərəcəhu Şərifə başsağlığı verib, o həzrətdən həm böyük İran xalqı, həm də bütün dünya müsəlmanları, eləcə də İslama və inqilaba xidmət edən hər kəs, döyüşçülər, İslami hərəkat, xüsusən də son müharibə şəhidlərinin ailələri və özüm üçün xeyr-dua istəyirəm. Mənim söhbətimin ikinci hissəsi böyük İran xalqı ilədir. Öncə möhtərəm Xübrəqan Məclisinin rəyi barədəki mövqeyimi müxtəsər şəkildə bəyan etməliyəm. Mən sizin xadiminiz Seyyid Müçtəba Hüseyni Xameneyi sizinlə bir zamanda və İslam Respublikasının televiziyası vasitəsilə möhtərəm Xübrəqan Məclisinin rəyinin nəticəsindən xəbərdar oldum. Mənim üçün iki möhtərəm rəhbərin Dahi Xomeyni və Şəhid Xameneyinin əyləşdikləri yerə söykənmək çətin bir işdir. Zira bu yer elə bir kəsin oturduğu yer keçmişinə malikdir ki, 60 ildən çox Allah yolunda mübarizə aparandan, müxtəlif ləzzətlər və rahatlıqlardan vaz keçəndən sonra təkcə hazırki dövrdə deyil, bu ölkə hökmranlarının tarixi boyu ən yaxşı simaya və parlaq gövhərə çevrilibdir. Onun həm həyatı, həm də ölüm tərzi haqqa söykənməkdən irəli gələn əzəmət və izzətlə yanaşı olubdur. Mən şəhadətindən sonra o həzrətin cənazəsini ziyarət etmək xoşbəxtliyinə malik olmuşam. Gördüyüm şey mətanətdən ibarət bir dağ idi. Eşitdim ki, sağlam əlinin yumruğunu sıxmışdı. O həzrətin şəxsiyyətinin müxtəlif cəhətləri barədə informasiya əhli uzun zamanlar sözlər deməlidir. Bu əsnada fikirlərimi xülasələşdirməklə kifayətlənir və ətraflı söhbəti başqa münasib mövqelərə saxlayıram. Budur, belə bir kəsdən sonra rəhbərlik məkanına söykənməyin çətinliyinin səbəbi. Bu məsafənin bitməsi Allah Taalanın köməkliyi və siz xalqın yardımı ilə mümkündür. Sonra söhbətimin əsası ilə birbaşa əlaqəsi olan cəhəti təkid etməliyəm. O cəhət budur ki, şəhid rəhbərin və o həzrətin dahi sələfinin hünərlərindən biri xalqı bütün sahələrə daxil etmək, ardıcıl surətdə ziyalandırıb, məlumatlandırmaq və əməl mövqeyində xalqın qüvvəsinə söykənmək olubdur. O həzrət respublika və respublikaçılığın əsl mənasını bu cür reallaşdırdılar və səmimi qəlbdən ona inanırdılar. Bu mətləbin aydın təsiri ölkənin rəhbərsiz və ali başkomandansız olduğu bir neçə gündə göründü. Böyük İran xalqının son hadisədəki uzaqgörənliyi və sayıqlığı və iştirakı, şücaəti və müqaviməti, dostu əhsən deməyə, düşməni isə heyrətə vadar etdi. Bu, siz xalq idiniz ki, ölkəni idarə və onun qüdrətini təmin etdiniz. Bu yazının başında gətirdiyim ayənin mənası budur ki, ilahi ayələrdən heç bir ayə yoxdur ki, ya möhləti bitmiş, ya da unudulmuş olsun. Yalnız Allah Taala tərəfindən onun misli və tayı onun yerinə gətirilə bilər. Bu şərif ayədən istifadənin münasibəti budur ki, mən şəhid rəhbərin həddində ola bilmərəm. O ki qala, o həzrətdən də üstün olmaq istəmiş olam. Mübarək ayənin zikr edilməsinin məqsədi, siz əziz xalqın yerli və qabarıq roluna diqqət yetirməkdir. Əgər o böyük nemət əlimizdən alındısa, onun yerinə bir daha İran xalqının əzəmətli iştirakı bu quruluşa əta olundu. Bilin ki, əgər sizin qüdrətiniz səhnədə görünməzsə, nə rəhbərlik, nə də ki, əsl iftixarları xalqa xidmət olan müxtəlif orqanların heç biri lazımı kəsərliliyə malik olmayacaq. Bu mənanın daha yaxşı reallaşması üçün əvvələn Allah Taalanı yada salmaq, ona təvəkkül etmək və Təyyibi Məsumin Salamullah əleyhin nuruna söykənmək lazımdır ki, düşmən üzərinə qəti qələbə və müxtəlif açılışların zəmanətçisidir. Bu böyük bir məziyyətdir ki, siz ona maliksiz, düşmənlər isə malik deyildirlər. İkincisi, adətən çətin zamanlarda xas bir görkəm əldə edən xalq təbəqələri arasındakı birliyə xələl gəlməməlidir. Bu məsələ ixtilaflı cəhətlərdən vaz keçməklə asan olacaqdır. Üçüncüsü, səhnədəki təsirli iştirak qorunub saxlanılmalıdır. İstər bu günlərdə və müharibə gecələrində göstərdiyiniz formada, istərsə də
müxtəlif siyasi, ictimai, tərbiyəvi, mədəni və hətta təhlükəsizlik sahələrində təsirli rol oynama formasında. Mühüm olan budur ki, düzgün rol ictimai birliyə xələl gəlmədən yaxşı şəkildə dərk edilməli və imkan daxilində icraya qoyulmalıdır. Rəhbərliyin və bəzi digər məsulların vəzifələrindən biri bu rollardan bəzilərinin cəmiyyətin təbəqələrinə xatırladılmasıdır. Bu üzdən 1447-ci ilin Qüds günü mərasimində iştirakın əhəmiyyətini xatırladıram ki, onda düşmən sındıran bir element hamının diqqət mərkəzində durmalıdır. Dördüncüsü, bir-birinizə yardım etməyi əsirgəməyin. Əlhəmdülillah, əksər İranlıların həmişəki xisləti bundan başqa bir şey olmayıb və gözlənilir ki, təbii olaraq xalqın bəzi təbəqələrinə başqalarından daha çətin keçən bu günlərdə bu mətləb daha artıq cilvəyə malik olmuş olacaq. Elə bu əsnada xidmət orqanlarından bu istiqamətdə xalqın o əziz təbəqəsinə və xalq və yardım strukturlarına istənilən köməyi əsirgəməmələrini istəyirəm. Əgər bu cəhətlərə riayət edilərsə, siz əziz xalqın əzəmətli günlərə qovuşmanız asanlaşacaqdır. Onun ən yaxın nümunəsi Allahın izni ilə hazırki müharibədə düşmən üzərində zəfər ola bilər. Söhbətimin 3-cü hissəsində əziz vətənimiz və xalqımızın imperialist cəbhənin başçılarının hücumlarına məzlumcasına məruz qaldıqları bir şəraitdə öz dağıdıcı zərbələri ilə düşmənin yolunu bağlayan, onları əziz vətənə yiyələnmək və ehtimal üzrə onu parçalamaq imkanı illüziyasından çıxaran fədakar döyüşçülərimizə səmimi qəlbdən təşəkkür edirəm. Əziz döyüşçü qardaşlar, xalq kütlələrinin istəyi peşman edici və təsirli müdafiənin davam etdirilməsidir. Həmçinin qəti şəkildə Hörmüz boğazının bağlanması rıçağından istifadə olunmalıdır. Düşmənin cüzi təcrübəyə malik olduğu və onda şiddətlə zərər çəkəcəyi digər cəbhələrin açılması barədə araşdırmalar aparılıb və onların faallaşdırılması müharibə vəziyyətinin davam edəcəyi təqdirdə və mənafelərə riayət olunmaqla həyata keçəcəkdir. Həmçinin müqavimət cəbhəsinin döyüşçülərinə səmimi şəkildə təşəkkür edirəm. Biz müqavimət cəbhəsi ölkələrini ən yaxşı dostlarımız hesab edirik və müqavimət cəbhəsi məsələsi İslam inqilabı dəyərlərinin ayrılmaz hissəsidir. Şübhəsiz, bu cəbhənin üzvlərinin bir-birlərini müşayiət etmələri Siyonist fitnənin yolunu daha da qısaldacaq. Necə ki, şücaətli və mömin Yəmən məzlum Qəzzə əhalisini himayə etməkdən əl çəkmədi. Fədakar Hizbullah da bütün maneələrə rəğmən İran Respublikasının köməyinə gəlib. İraq müqaviməti də fədakarcasına elə bu yolu gedir. Dördüncü hissədə mənim sözüm o kəslərədir ki, bu bir neçə gün ərzində bir növ zərər çəkiblər. İstər əzizi və ya əzizlərinin şəhadət dağını təcrübə edənlər, istər yaralanmış şəxslər olsunlar, istərsə də evləri və ya iş yerlərinə ziyan dəymiş şəxslər olsunlar. Bu hissədə əvvələn yüksək dərəcəli şəhidlərin ailələrinin kədərləri ilə bölüşürəm. Bu, mənim və möhtərəm insanlarla malik olduğum ortaq təcrübə əsasındadır. Həzrətinin itirilməsi dağının ümumi məsələ olduğu atamdan başqa, ümid etdiyim əziz və vəfalı həyat yoldaşım, özünü valideyninə vəqf edən və zəhmətinin bəhrəsini götürən fədakar bacım, həmçinin kiçik yaşlı uşağı, eləcə də alim və şərif bir insan olan digər bacımın ərini şəhidlər kərvanına tapşırmışam. Amma müsibət səbrini mümkün və hətta asan edən məsələ, səbr edənlər üçün qəti ilahi vədin həyata keçməsinə diqqət etməkdir. Buna görə səbir və Allah Taala'nın lütfkarlığı və imdadına ümid və etimad etmək lazımdır. İkincisi, hamıya bu əminliyi verirəm ki, biz sizin şəhidlərinizin qanlarının intiqamından vaz keçməyəcəyik. Nəzərdə tuturuq ki, bu intiqam təkcə inqilabın ali rəhbərinin şəhadəti ilə bağlı deyil. Düşmən tərəfindən şəhid edilən bu xalqın hər bir üzvünün özü intiqam işi üçün müstəqil bir mövzudur. Əlbəttə, bu intiqamın məhdud bir hissəsi indiyə kimi həyata keçirilib, lakin onun tam həddi əldə olunmayanədək bu iş yerdə qalan dosiyələrin üzərində olacaq və xüsusən körpələrimiz və uşaqlarımızın qanları ilə bağlı daha çox həssaslıq göstərəcəyik. Buna görə düşmənin Minabın Şəcəre-i Təyyibə məktəbi və bəzi oxşar hallar barədə qəsdən törətdiyi cinayətlər bu dosiyada xas bir yerə malikdirlər. Üçüncüsü, bu hücumların əlilləri mütləq şəkildə münasib müalicəni pulsuz şəkildə alacaq və bəzi digər məziyyətlərdən bəhrələnəcəklər. Dördüncüsü, hazırki vəziyyətin icazə verdiyi yerədək şəxsi əmlaklara və məkanlara dəyən maliyyə xəsarətlərin kompensasiyası üçün yetərli tədbirlər tərif və icra olunmalıdır. Son iki hal, möhtərəm məsullar üçün icrası vacib olan məsələlərdir.
Onlar bu məsələləri yerinə yetirməli və barələrində mənə məlumat verməlidirlər. Hatırlatmalı olduğum cəhət odur ki, hər halda biz düşməndən kompensasiya alacağıq və əgər imtina edərsə, müəyyən etdiyi miqdarda əmlakından götürəcəyik. Yox, əgər o da mümkün olmazsa, həmin miqdarda əmlakını məhv edəcəyik. Sözün 5-ci hissəsi regionun bəzi ölkələrindəki rəhbərlərə və təsirli dairələrə xitabəndir. Bizim 15 ölkə ilə quru və ya su sərhəddimiz var və hər zaman onlarla isti və qurucu əlaqələrin tərəfdarı olmuşuq və olacağıq. Lakin düşmən illər öncədən regionda öz hökmranlığını təmin etmək üçün bu ölkələrin bəzilərində həm hərbi, həm də maliyyə bazaları inşa etmişdir. Son hücumda bəzi hərbi bazalardan istifadə olundu ki, biz də əvvəlcədən açıq xəbərdarlıq etdiyimiz kimi həmin ölkələrə heç bir təcavüz etmədən sadəcə həmin bazaları hədəf aldıq. Bundan sonra da məcburən bu işi davam etdirəcəyik. Hərçənd ki, qonşularımızla dostluğun zəruriliyinə hələ də inanırıq. Bu ölkələr əziz vətənimizə təcavüz edənlər və xalqımızın qatillərinə qarşı öz mövqelərini dəqiqləşdirməlidirlər. Tövsiyə edirəm ki, həmin bazaları mümkün qədər tez bağlasınlar. Çünki yəqin ki, indiyədək Amerikanın təhlükəsizlik və sülh iddialarının yalandan başqa bir şey olmadığını anlamışlar. Bu addım onların küfr cəbhəsi ilə əməkdaşlıqdan və onun alçaldıcı rəftarından narazı olan öz millətləri ilə daha sıx bağlar qurmasına, sərvət və qüdrətlərinin artmasına səbəb olar. Yenə də təkrar edirəm, İslam Respublikası sistemi regionda heç bir hökmranlıq və müstəmləkəçilik niyyəti olmadan bütün qonşularla birlik və qarşılıqlı isti, səmimi münasibətlər üçün tam hazırdır. Sözün 6-cı hissəsində müraciətim şəhid rəhbərimizədir. Ey rəhbər, gedişinizlə hamının qəlbinə ağır bir dağ çəkdiniz. Siz hər zaman bu aqibətin həsrətində idiniz və nəhayət Haqq Taala onu mübarək Ramazan ayının 10-cu günü sübh çağı Quran tilavət edərkən sizə nəsib etdi. Bir çox məzlumiyyətlərə qüdrətlə və həlimliliklə dözdünüz, qaşınızı belə çatmadınız. Bir çoxları sizin həqiqi qədrinizi bilmədi və bəlkə də müxtəlif hicablar və maneələr kənara çəkilib, sizin şəxsiyyətinizin tərəfləri bəlli olana qədər uzun vaxt keçəcək. Ümid edirik ki, pak nurlar, siddiqlər, şəhidlər və övliyaların yanında sizə nəsib olan yaxınlıq məqamında yenə də bu millətin və müqavimət cəbhəsinin bütün millətlərinin tərəqqisi barədə düşünəcək və buna vasitəçi olacaqsınız. Necə ki, dünyəvi həyatınızda da belə idiniz. Biz sizə söz veririk ki, Haqq cəbhəsinin əsas bayrağı olan bu bayrağın ucalması və sizin müqəddəs məqsədlərinizə nail olmaq üçün var gücümüzlə çalışacağıq. 7-ci hissədə məni dəstəkləyən bütün böyüklərə, o cümlədən ali təqlid mərcələrinə, müxtəlif mədəni, siyasi və ictimai şəxsiyyətlərə, habelə sistemlə yenidən beyət etmək üçün möhtəşəm toplantılara toplaşan xalq kütlələrinə, həmçinin 3 qüvvənin rəhbərlərinə və müvəqqəti rəhbərlik şurasına xoş tədbirləri və addımları üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu feyzli saatlarda və günlərdə xüsusi ilahi lütflər bütün İran millətinə, bəlkə də dünyanın bütün müsəlmanlarına və məzlumlarına şamil olar. Və nəhayət, Mövlamız Əcəlallah Teala Fərəcəh Şərifdən xahiş edirəm ki, Qədr gecələrinin və mübarək Ramazan ayının qalan günlərində Haqq Taalanın dərgahından millətimiz üçün düşmən üzərində qəti qələbə, habelə izzət, vüsət və afiyyət, dünyasını dəyişənlər üçün isə uca məqamlar və axirət afiyyətini diləsin.